Görmek istedim. Başlayalım. Burada esas olacak ama ben bir şey açıyorum. Nedir bu? Bu çölüydü. Bu harika da mesela toplumlarımız orada ediyor. Teşekkür ederim. Anne tarafından verilen raya asasen bizim evden anılara ait değil. Ama bunlar ise orta dönemlere ait. Arkası yönetişir, bizim çağlar 19 Eylül'de çıkar. Ve burada gördüğümüz altınlar ve onun da alışkanlığı ifade edilir. Ve elə sizə qulaq asmalar, sənətkarlar və ticarətçi nəzərdə tutulur, işinci, üçüncü mərtəbədə yaşayışı və həm gətirəndə diqqətlə baxırsa, ağaclar var. Məşhur əşyaları da hal-hazırda bizim müzeyimizdən mühafizə olunur. Buna Azərbaycanca sənlidir, amma bizim öz dilimiz var da, lahıcılar dili. Bizim dildə buna baxta var deyə. Görürsünüz, qabı demə quruluşu da bu formadadır, içində bal olur, yox, amma müxtəlif ölçülərdə olur. Məsələn, gördülər, 15 litrliyi var. Və buna isə şərbət qabı, bu xeyli məsələlərdə şərbət paylamaq üçün istifadə edirlər. Gördüyünüz bu stola isə kürsü deyil. Bunun da qış vaxtı istifadə, bunun altında manqal olur və əslində o manqalı gildən olur. Burada demək köz tökərlər və bunun ətrafında oturarlar. Həm yemək yemək üçün istifadə edirlər. Amma qadınlar üçün nisbətən sadə və zərif edir. Hansı formada isə o formada da, yəni istifadə edir. Durna çırağı deyirlər, ələtin seyli çırağı deyirlər və şüşə bazarda gəzmək üçün istifadə. Demək qədimlərdə belə deyək, ərimiş yağ tökərlər. Və sonra burada da fitil var və çəkir özünə və küçə bazarda gəzmək üçün istifadə edərlər. Amma ev şəraitində isə bu formada oturacaqlı lampaları istifadə edir. Qışa lampalar isə bizə abunasiyyalar üçündür, hava üfürür və çölün çözəlir. Gördüyümüz o pullar isə Azərbaycan Xalq Cumhuriyyətinin ilk pullarıdır, Çar Rusiyasının pullarıdır, bir də Sovet dönəminin pullarıdır. Siz də baxın.